Əl-Fatihə Kitabı açan surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi Allaha, mərhəmətli və rəhimliyə, haqq hesab gününün hökmüdarına. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Ən-Nas İnsanlar surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. De ki, sığınıram insanların Rəbbinə, insanların hökmüdarına, insanların məbuduna, vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən, o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. Cinlərdən də olur, insanlardan da. Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəkilə saldı. Xeyr, əksinə, siz qiyaməti yalan hesab edirsiniz. Həqiqətən sizin üstünüzdə nəzarətçilər vardır. Çox möhtərəm, əməllərinizi yazan nəzarətçilər. Onlar sizin nə etdiklərinizi bilirlər. Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman, yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman, ey insan, sən həqiqətən də səy göstərib Rəbbinə tərəf can atırsan. Sən onunla qarşılaşacaqsan. Əz-Zəlzələ Zəlzələ surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Yer titriyib lərziyə gələcəyi zaman, yer öz yükünü bayra atacağı və insan ona nə olub deyəcəyi zaman, həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. İş bitdikdə şeytan deyəcək, həqiqətən də Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim. Siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim. Həqiqətən, zalimlar üçün ağrılı-acılı bir əzab hazırlanır.